Hər kəsə salam, kanalıma və evimə və yeni vloquma xoş gəldiniz. Nəhayət ki, qızlar, mən də təmizlik vloqu ilə gəldim, çıxdım. Bu günləri bahar təmizliyi edirəm. Novruz bayramına bilirsiniz ki, Ramazan bayramına, Novruz bayramına az qalıb. Ona görə evləri dərindən təmizlədim və sizlər üçün də bir vloq çəkməyi özümə borc bildim. Elə isə çox uzatmadan keçək video təmizliyə. Siz də məni izləyin. İnşallah ki, videonu bəyənərsiniz və videonu da bəyənib bol-bol yorum yazıb like etməyi də unutmayın. Hər kəsə xoş izləmələr. Qeyd edim ki, mən təmizliyə ilk öncə qonaq otağından başladım. İndi irəliyən dəqiqələrdə nə etdiyimi görəcəksiniz. Danışıb sizləri yormaq istəmirəm və yorucu musiqidə çalışacağam, qoymayım. İnşallah ki, bəyənərsiniz qızlar. Yerlərdə danışmaq istədim. Dedim sizləri məlumatlandırım. Qızlar, mən pərdəni ayrı-ayrılıqda sökdüm, yudum. Çünki həm sərməyə baxımından, çünki bizim zivə biraz balaca olduğu üçün çox, yəni ki, hamısını bir yerə yumuram. İlk öncə ağları, yəni atdıq yəni günlükləri yudum. Ondan sonra isə üzərindəki, yəni üstdəkiləri yudum. Bunlar haqqında, yəni pərdə falan taxmağı, çəkməyi çox çəkməmişəm. Çünki düşmə ehtimalım hədsiz dərəcədə çox idi. Hətta çəkmişdim, belə silmişəm. Çünki düşmüşəm çox yerlərdə. Onu da heç cür bağlaya bilmədiyim üçün məcbur şəkildə belə elədim. Burada da xalçanı götürmüşəm. Xalçanı götürdüm ki, bütün tozlar nə var xalçanın üzərinə tökülməsin. Ona görə yığdım xalçanın üzərinə. İlk öncə pir sosladım. O hissəsini də çəkməmişəm. Yorucu olmasın deyə. Ondan sonra dedim ki, yəni üzəri toz olmasın deyə xalçanı götürdüm. Sonra belə buradakı dekor əşyaları falan yığıram. Ondan sonra mebelin ilk öncə içlərini, sonra isə üzərlərini təmizlədim. Yəni çalışdığım qədərilə sizlərə çəkdim. Ən azından oradan-buradan da olsa. Düzdür, siz bu hissələri az bir şey görürsünüz. Hardasa 5 dəqiqə, 10 dəqiqə falan. Amma qızlar, tam-tamına mən 6 saata bitirmişəm bu işi. Saat səhər 11-də başlamışdım. Düz iftar vaxtında bitirdim. Həm oruçluydum, həm də ki, çox özümü pis hiss edirdim. Təsəvvür edin ki, son anda belə artıq ürəyim getmək üzrə idi. Yoldaşım gəldi, məni gördü, hətta qorxdu belə. Dedim, sən ürəyin gedəcəyində ağarmısan. Dedim, heç nə olmaz, başlamışam, sona yetirməliyəm, məcbur. Burada da divarların torunu falan alıram. Qızlar, bilmirəm indi kim necə baxacaq, kim nə qınayacaq ki, pol taxtasından falan filan. Mən belə, yəni ki, xoşdur mənə. Yəni ilk öncə yazanlar gəlib olsa, bəri başdan deyirəm ki, heç kim gəlib yazmasın, cavab da verməyəcəm kimsə artıq nəsə yazsa. Mənə belə xoşdur. Hər kəs öz təmizliyini bilir, hər kəs öz gördüyü işi bilir, hər kəsin öz ailəsinin öz təmizlik qayda qanunu var, hər kəsin öz iş qayda qanunu var. Heç kim, yəni necə deyim, hamı ilə eyni etməlidir deyə bir şey yoxdur. Ona görə mənə necə xoşdur, mənə necə rahatdır, elə də elədim. Bəyənmədiyiniz yerləri, bəyənmədiyiniz nöqsanlı, yəni ki, olsa təbii ki, yorum bildirməyinizi yəni istəyərəm. Mən də səhvimi bilərəm ki, yəni düzəldərəm ən azından. Yəni bəyənmədiyiniz yerlərdə məcbur demərsiniz ki, bəyənirəm. Yox. Bunu yəni ki, yəni bu baxımdan sizə heç bir şey demirəm. Nəsə bir səhv etdiyim bir şey olarsa, təbii ki də irad bildirməyinizi istəyərəm. Ən azından bu da mənim səhvim olar və mən də bunu düzəltməyə çalışaram. Burada isə sirtmələri də elə təmizləyirəm. Sirtmələrin əslində buraları yeni təmizləmişdim. Çox elə belə toz deyildi. Sadəcə olaraq, yəni artıq başlamışdım. Hamısını da etdim ki, bir dəfəlik, yəni ki, tamam təmiz olsun. İnşallah ki, qarşıdan gələn bayrama da evimiz tərtəmiz şəkildə girək.
Burada isə qızlar pərdələri yumuşam artıq o birilərini. Prosto burada ağını birinci saldım. Çünki bizim binada istər-istəməz o biri binadan baxanda içəri görünür və bunu da yoldaşım icazə vermədiyi üçün mən tez bazar, yəni ki, bunu qabağa salıb yudum ki, belə o birilərini çıxardım da belə pəncərə boş qalmasın deyə. Ona görə bu ara
Bir də ki, qızlar, mən pəncərələri silmədim. Çünki bizim pəncərələrin ikisi də biri yola baxır, biri isə binanın həyətinə baxır. Orada da artıq havalar qızdığı üçün hər kəs pəncərəsini falan açıb deyə yoldaşım mənə icazə vermədi pəncərələri silməyə. Onun özü sildi. O hissəsini də çəkməmişəm sizlər üçün. Həmin vaxt evdə idi. Özü sildi, sağ olsun. Məni qoymadı, nə də ki onu çəkməyimə icazə vermədi. Ona görə onu sizlərlə çəkib paylaşa bilmədim. Dedim eybi yox, daha qızlarıma deyərəm. Qızlar mən başa düşər ki, kociş icazə verməyəndə belə şeylər eləmək olmur. Nə də mən ondan ötürü söhbət salmadım. Dedim eybi yox. Nə olar ki, bir dənə pəncərə ilə nə olasa da ki, bu boyda iş görmüşəm. Və bir də ki, qızlar, mən sadəcə qonaq otağı və koridoru, yəni evin girişini sizlərlə biraz da bir balaca mini ev turu vloq eləyəcəm bunu. Mətbəxi bugün eləmədim, çünki oruçluydum qızlar. Hədsiz dərəcədə yorulmuşdum. İftarımı da açdım, vapşuş artıq gec idi. Ondan sonra dedim eybi yox, bunu vloqu montaj edim, səsimi zaps edim, yüklüyüm sizlər üçün. Sizlər izləyin. İnşallah ki, mən sabahlarda mətbəxi təmizləyib, onu da çəkib sizlərlə montaj edib paylaşaram. Belə qızlar, pərdələrimi astım. Bacardığım qədər çəkdim sizlər üçün. Burada pərdələri əslində aralarında nə qədər fərq olub, sadəcə yox siz videoda elə görürsünüz ki, elə bir indi baş verib hər şey. Amma əslində mən onu nə qədər vaxt gözlədim, biraz qurudu, sonra ütülədim. Oranı da çəkməmişəm. Dediyim kimi uzun-uzadı şeyləri qızlar istəmədim sizləri yorum. Həm də ki, video bilirdim ki, uzun olacaq. Ona görə o ütü hissəsini heç salmadım ora. Dedim, eybi yox, o qalsın, sonra çəkərəm. Həm də telefonumun zaryadkası da tez-tez düşürdü. Taxırdım zaryadkaya, biraz işlərimi gözləyirdim. Zaryadkayı yığırdı, sonra yenidən çəkirdim. Ona görə xeyli bir yoruldum. Burada da qızlar, ən sonda mən evləri sildim. Lap sonda artıq evləri sildim və evdən qutardım. Qeyd edim ki, mən şilavra falan, yəni belə şeylərdən istifadə etməmişəm. Yəni xoşum da gəlmir onlardan. Çünki çətin olur. Bəzən başlıqları çıxır. Almışdıq təzə vaxtlar, sonra artıq atdıq getdi. Ondan sonra dedim, elə dədə-baba adəti. Valla elə ən gözəli pol taxtasıdır. Biz pol taxtası deyirik. Bilmirəm, indi siz nə deyirsiniz? Ən gözəli elə budur qızlar. Dədə-baba üsulu. Sildim, tərtəmiz oldu. 1000 dəfə şilavradan da yaxşıdır. Mən də sizə məsləhət görürəm. Valla düz deyə, əslində o da indi hər şey bu dəqiqə müasirləşib. Hər şey bu dəqiqə müasir olduğu üçün artıq çox adam ondan istifadə edir. Amma mənə o rahat olmur. Mən də belə etdim. Yəni ki, dediyim kimi, keçən dəfə də dedim, zövqlər tartışılmaz. Hər kəsin bir zövqü, hər kəsin bir fikri var. Bu da mənimdir. İnşallah ki də anlayışla qarşılayarlar. Bu isə bizim evimizin qapısıdır. Bunu da sildim, təmizlədim. Bizim evimizin, yəni qonaq otağının giriş qapısı buradır. Bura isə qızlar bizim qapının girişidir. Evimizin, yəni çöl qapının girişidir. Buradan evə giririk. Orada balaca ayaq altı qoymuşuq. Ayaqqabıları falan qoymaq üçün. Belə xalçalar var. Bunları da yığdım, xalçaları. Dedim, buranı da bir dərindən təmizləyim. İnşallah ki, ən sonunda mətbəxi saxlamışam. Bu ayaq altında qış ayaqqabılar var idi. Onları da artıq çıxartdım. Düşündüm ki, artıq havalar qızır, istiyə doğru gedirik.
İndi lazım olarsa yenə, nə bilim, soyuq düşərsə təzədən götürərik, eybi yox. Belə paketləri gətirdim. Hamısını bir-bir paketə yığdım. Bizim koridorda belə balaca bir qaynanamın öz şkafı var idi. İndi inşallah ki, biraz imkan olsun, inşallah sağlıq olsun. Biz bu koridorun, yəni böyrü hissəsinə şkaf yığdırmaq istəyirik. İndi inşallah ki, yaydamı, nə payızdamı, hələ ki söz vermirəm. Nə vaxtsa qismət olsa, ora bir koridora bir şkaf yığdıracağıq. İnşallah mən də çalışacağam ki, yaxın zamanda olsun. Çox istəyirəm onu, hədsiz dərəcədə istəyirəm ki, ora bir şkaf yığılsın ki, nəsə paltarları falan qoymaq üçün. Biz çox deyil, 2 nəfər nədir ki, bəyəm 2 nəfər paltar. Ona görə elə adi düşünürəm ki, ora yığsaq daha yaxşı olar. Bizim bu arada qızlar evimiz yəni ki, bir otaq, bir kuxna, bir də zaldır. Yəni ki, zal deyirəm, koridordur. Yəni böyük bir evimiz yoxdur. Şükür bunu verənə. Mən heç vaxt naşükürlük etmərəm əsla. Mənim yoldaşımın nə evi, nə maşını, nə varı, nə dövləti mənim gözümdə yoxdur. Əsas mənə yenə deyirəm. İndi deyəcəklər ki, bu var deyə deyirsən. Xeyr qızlar, bir Allahım şahiddir ki, bu orucluq ayında əsla yalan danışmaram. Əsla və əsla. Kim nə olur olsun, məni qınasalar belə mən yalan danışmaram ki, budur, odur. Xeyr, mən yoldaşımın, yəni ki, mən heç nəyini gözüm olmuyor bu günə qədər. Nə varında, nə dövlətində hər zaman istəmişəm ki, xoşbəxt, başımı salacağım bir yuvam olsun, xoşbəxt ailəm olsun. Mənim üçün əsas budur. Sözsüz, söhbətsiz. Heç vaxt, yəni şükür Allaha, bugünkü gündə, yəni ki, böyük bir sözüm, söhbətim yoxdur ailəmdə. Allah, ailələr var ki, qaynana gəlindən dolanmır, qaynata gəlindən dolanmır, nə bilim, baldız, qayın, hamı qarışıb bir-birinə, aləm deyib, evdə ev artıq evlilikdən çıxıb. Şükür Allah, bunların heç biri yoxdur. Başımızı salıb aşağı, biz də sakit hamı kimi yaşayırıq. Min şükür, bir otaqda olsa belə mənim üçün xoşdur. Mən heç vaxt yəni naşükür etmərəm. Əsas odur ki, kirayə deyil, öz evimizdir. Başımızı salmağa damımız var. Yəni ki, indiki zamanda kirayələr var 300-500 manata verə bilmirlər. Çox adam qalır, işləyir, gedir, elə işlədiyində kiralara tökür, kiralarda yaşayırlar. Əziyyətdir hamısı təbii ki. Bu hamısı da təbii ki, çarəsizlikdəndir. Mən heç vaxt heç kimi qınamaram. Şükür ki, yəni başımızı salacağımız bir dam var. Lap belə ac da qalsaq, susuz da qalsaq burada qalarıq. Yəni heç zaman naşükürlük etmərəm ki, niyə mənim evim 5 otaq deyil və yaxud 3 otaq deyil. Heç vaxt lüks həyatda, lüks şeylərdə gözüm olmayıb. Mənim yəni nəyim varsa ondan Allaha şükür etmişəm hər zaman. Ona görə qızlar, yəni çox uzatdım deyəsən, çox danışdım yenə. Burada da bu seyf qapıdır, yəni evin qapısı da, onu sildim. Əslində gündəlik gördüyüm işlərdir. Yəni inanın Allah, siz gündə mən çəkiliş etmirəm ki, deyim ki, gündə hər şey görürsüz. Yox, demək olar ki, hər gün etdiyim bir şeylərdir. Elə əlimə keçdik, silirəm, təmizləyirəm. Amma yenə də dərin bir təmizlikdir, bayramdır, adət-ənənəyə sadiq qalaraq bunu edirik təbii ki. Yəni ki, bilirsiniz, bu gündəlik gördüyümüz işlərdən daha fərqli, daha həvəslə eləyirik bunu ki, bayram gəlir qarşıdan, bayrama özəl eləyirik də. Yəni o məsuliyyət hissi var da adamda. Ona görə bu o biri işlərə baxanda daha biraz maraqlıdır. Ona görə qızlar, bu ayaqaltını da hamamda yudum, qurutdum, sonra sildim belə. Gətirdim ayaqqabılarımızı da düzdüm. Buranı da belə qəşəng təmizlədim. İndi buraları pirsoslayacağam. Ayaqaltılar ona görə yığdım ki, qoydum yerinə ki, çünki ayaqqabılar ayağıma ilişirdi deyə ortalıqda. Ona görə dedim bunu qoy təmizləyim, qoyum. Sonra daha rahat pirsoslayım, eləyim. Ondan sonra daha rahat şəkildə edərəm. Bu nədir bu? Adı yadımdan çıxdı bunun mənim. Listur. Listuru da dünənlər silmişdim. Ona görə silmədim. Tərtəmiz idi. Dünənləri heç fikrimdə yox idi ki, bugün bayram təmizliyi edərəm. Amma dünən tərtəmiz sildim ki, qoy təmiz olsun. Mən demək olar ki, yenə deyirəm, hər gün silirəm. Hər gün yəni əlimə keçdikcə çalışıram ki, silim, təmizləyim. Çünki bekaram qızlar, işim yox, gücüm yox. Yəni adi gündəlik gördüyüm işlərdir hamısı. Sadəcə dediyim kimi çəkiliş etdiyim üçün, həm də ki, dediyim kimi səbəbkarı bayram olduğu üçün. İndi sizlərə göstərəcəm qızlar. Burada bizim 2 hissə var. Qonaq otağından çıxanda biri qapıya çıxır, çölə bayıra çıxır.
biri isə mətbəxə gedir. 2 hissə var bizdə belə döngə kimi. İndi göstərəcəm onu sizə. Burada belə xalçanı sərmişəm. Qapının altında qaldığı üçün yarıya qədər xalçanı çıxarda bildim. Oradan o tərəfini güclə sildim. Orasını da düşürdüm deyə çəkməmişəm. Belə sonra buranı da sildim belə qızlar. Belə dediyim kimi. Baxın qızlar, burada bu tərəf 2 hissə gedir. Biri bayıra çıxır, biri isə mətbəxə gedir. İndi göstərəcəm onu sizlərə. Məndən çox qızlarımız istəyirdi bu günə qədər ki, ev vlogu çək, ev vlogu, evi göstər. Axır ki, nəhayət göstərirəm. Baxın qızlar, bu bizim qaynanamın şkafıdır. Dediyim kimi, bura bir şkaf yığdırmaq istəyirik. İndi inşallah yenə deyirəm, qismət olsun. Bura belə uzunasına bir şkaf istəyərəm ki, çox, yəni ən böyük xoşum, yəni necə deyim, istəyim də o. Belə baxın qızlar, o qonaq otağından, yəni o qapı biri qonaq otağıdır, düz girəcəyimiz. Yəni hər zaman gördüyünüz qonaq otağı olur sizdə. O orada oradır. Yəni ki, onu göstərdim sizlərə. Burada isə xalçanı götürmüşdüm, bayaqları gördünüz. Siləndən sonra dedim xalçanı da sərim. Biz hələ xalçaları götürmürük. Yəni ki, hələ biraz havalar qızsın, hələ ki tezdir. Sadəcə mən silib təmizləyəndə hər dəfə götürürəm. Çünki yüngül olduğu üçün rahat olur mənə. Hə qızlar, gördüyünüz kimi bura bizim, yəni ki, bir dəfə demişəm, deyəcəksiniz bu qız nə qədər dedi, bu evin girişidir. Prosto uzun videonun üzərinə səs yazdığım üçün video getdikcə danışıram deyə, ona görə elə biraz qəribə gəlir. Belə, ayaqqabıları yığdım, buraları təmizlədim. Baxın qızlar, bu bizim bura girişdir. O giriş gördüyünüz qapı evin qapısıdır, qonaq otağının qapısıdır. Oradan isə mətbəxə keçirik. Baxın, 2 yol ayrıcı kimi. Bu yolda isə mətbəxə keçirik. Orada isə qıraqda bu qapı gördüyünüz qapı isə hamamdır. Mən hamamı da çox çəkmirəm, yəni xoşlamıram hamam çəkməyi. Ona görə çəkmədim oranı. Oradan isə mətbəxə, düz mətbəxə gedirik. Mətbəxədəki qızlar çəkmirəm, biraz düzdür, dağınıq deyildi, sadəcə bir balaca şeylər var idi. Ona görə ora keçmək istəmirəm hələ. Dedim, onu növbəti vlogda ayrıca çəkərəm. Belə, burada bizim mətbəxin girişidir. Gördüyünüz kimi, buradan isə qonaq otağına keçirik. Belə qızlar, mənim evim belədir. Dediyim kimi, balaca bir mini evim var. Amma xoşbəxtəm içərisində. Əsas odur. Şükür Allah. Allah yenə deyirəm, hamıya bir otaq da olsa, Allah belə, nə bilim, balaca da olsa öz evi olmağı, yəni ki, rahat içində yatacağı, rahat uyuyacağı, özünün olmağı nəsib etsin. Mən bunu hər zaman deyirəm. Çox adam elə bilir ki, mənim evim kirayədir. Ona görə deyirəm ki, Allah hamıya xeyir. Sadəcə mənim evim olduğu üçün, yəni ki, bizim olduğu üçün ona görə deyirəm ki, Allah hamıya öz evini nəsib eləsin. Çünki ən gözəli budur deyə düşünürəm. Başını rahat yastığa qoya bilirsən, kirayə dərdi çəkmirsən. Düşünürəm ki, kirayə çox çətindir. Düzdür, yaşamamışam, amma bilirəm ki, çətindir. Ona görə Allah hamıya kömək olsun. Allah hamının öz evini nəsib etsin qızlarıma. Allah hamını xoşbəxt eləsin. Mən də onların içində. Burada da divan üstünü sərdim. Divan üstünü də yumuşdum. Yastıq üzlərini də yumuşdum. Onu dünən yumuşdum, bugün yox. Bu arada bu təmizliyi bugün etmişəm. Elə bugün də montaj edib yerləşdirirəm ki, telefonumu boşaldım ki, sabahları 100% mətbəxi təmizləməliyəm. Burada da bu yastıqları düzdür yerləşdirdim yerinə, amma ağızlarını tikməliyəm əslində. Onları tikmədim, çünki iftar vaxtına az qalmışdı qızlar. Acından da o qədər acımışdım ki, səhər balaca şirin çay etmişdim, çox yeməmişdim. Ona görə dəhşət acımışdım. Həm acımaqdan əlavə susumdan yanırdım. Həm iş gördüyüm, hərəkət etdiyim üçün, yəni ki, çox susuzlamışdım. Ona görə tez bazar dedim, bir dənə eybi yox, qoyum ora, sonra onu tikərəm özüm oturub axşam. İndi bu səsi zaps eləyib, videonu montaja verib, gedib oturub onları tikəcəm. Burada da qızlar belə gördüyünüz kimi evim tərtəmiz, hazırdır. Biz artıq bayrama hazırıq bir sözlə. Bir pərdəni vurmamışam hələ qızlar, qurumamışdı. Bu gördüyünüz günlüyün üstü hələ vurmamışam, çünki qurumamışdı. Ona görə gözlədim ki, qurusun. Ondan sonra vurmuşam hətta, onu da çəkmişəm sizlər üçün. Belə qızlar, vlogumun sonuna gəldik, çatdıq. İnşallah ki, bəyəndiniz, sevərək izlədiniz. Bu arada fikirlərinizi də yazmağı unutmayın. Zəhmət olmasa videomu bəyənib, yenisinizsə kanalıma da abunə olmağı unutmayın. İnşallah part 2-də görüşərik qızlar. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşənə qədər hələlik.